Türkiye bizim büyük kardeşimizdir. Türkiye bizim büyük kardeşimizdir. Niye? Hiç bu sualı özünüze vermişdiniz. Əslində bunun tarixi Türkiye Cumhuriyyətinə deyil, bir qədər Osmanlıya dayanır. Hekayəsi isə belədir. Məlum olduğu kimi hazırda Türk dövlətləri içərisində necə ki Türkiye Cumhuriyyətinin əskər və nizami ordusu güclüdürsə, Osmanlı dönemində də İster Qafqazda, ister yaxın, üzr istəyirəm, Orta Şərqdə ki, o zamanlar Əfqanistan, İran və Ərəb ölkələri və eyni zamanda Balkanlarda məhz Osmanlı ordusu nizami ordu baxımından çox önəmli idi və necə ki, günü bugün ister Suriyada, ister İraqda hansısa bir hadisələr baş verəndə Türk ordusu o əraziyə girdiyi kimi, məhz Osmanlı dönemində də məhz həmin ərazilərə elədiyi jestlərə və ordu baxımından, hərbi dəstək baxımından məhz təkcə Azərbaycanda deyil, bir çox o sadaldığımız yerlərdə lider və abi rolunu oynayırdı. Və abi sözü də bizdə qardaş olduğuna görə, yəni böyük qardaş anlamı da oradan gəlir əslində. Və təbii ki, o böyük qardaşlığı biz harda gördük? 1918-ci ildə Qafqaz İslam ordusunun Nuri Paşanın rəhbərliyi altında, komandanlığı altında Bakı və Bakı ətrafı əraziləri işğaldan azad eləyir və Bakının qurtuluşu da elə həmin dövrdə Osmanlı ordusunun, nizami ordusunun sayəsində olur. Amma təəssüflə qeyd eləyək ki, bu azadlığımız cəmi 3 ay çəkdi. Çünki Osmanlının özü artıq 1-ci Dünya müharibəsi dönemində devrilməyə başlayır. Çünki Osmanlının sonuncu padişahı Vəhdəddin sarayı tərk eləyərək İngilizlərə məktub yazıb gedir və həmin andan etibarən noyabr ayından, artıq 1918-ci ilin noyabrından Osmanlı Fransa, İtaliya və İngilis əskərlərinin işğal ərazisinə çevrilməyə başlayır. Və zaman gəlir, Osmanlının içərisindən yepyeni bir cumhuriyyət doğur. 1923-cü ildə Atatürk'ün sayəsində Türkiye Cumhuriyyəti qurulur və o zaman da Azərbaycan bir qardaş olaraq öz qardaşlıq missiyasını yerinə getirir və o hadisələrin birbaşa şahidi olan Nərimanov bu dəfə qardaşın qardaşa borcu olmaz deyib o jestin qarşılığında Türkiye'nin Qurtuluş Savaşından çıxıb ayaqda durması üçün bir cumhuriyyət olaraq ona yarım ton qızıl və yarım milyon rubl da pul göndərir. Yəni tarix boyu bir-birimizə hər zaman qardaş olmuşuq, amma Türkiye'nin böyük qardaşlığı, abilik missiyası ki Türkiye'de abi böyük qardaş sayılır. Təkcə Azərbaycan deyil, eyni zamanda Balkanlar, Qafqaz və eyni zamanda Orta Şərq ölkələri üçün keçərli olan bir ifadə sayılırdı.